Vəfa, bu günləri gündəmi yenidən yazdım. Düzdür, mənim sözümü yerə saldın. Yerə salmadım Yalçın. Yanlış anlaşılmasın. Bax, bayaqlarımda mən efirdə də dedim, ola bilər ki, tam fikrimi bəzən izah eləyə bilmirəm, yanlış başa düşürlər məni. Mən ümumiyyətlə o mövzunu açmaq istəmirəm. Yəni verilişə gəlməzdən öncə də bilsən necədir? Bir dəfə belə danışırıq, bir dəfə nəsə yanlış bir söz çıxır, xətrinə deyirəm, onsuz da Biz bax bu günləri Zahir Nəboğlu ilə mən istədik ki, daha da münasibətləri normallaşdıraq. Yəni Daha da yaxşı olsun. olmur da. Ona görə də ümumiyyətlə heç bir sual verilməsə, heç bir şey danışılmasa daha yaxşı olacaq. Siz bizə sual verməyin, hər şey yaxşı olacaq. Yox, Yaxşı? bax bu günləri istədim ki, zəng eləyəsən ya da təbrik yazasan. Yazmadın. Ümumiyyətlə, Amma o mövzu Şəbnəm də dəvətnamə yazmışdı sənə ki, dəvət edirəm. Bilib ki, sən də imtina eləmsən, danışmaqdan, yazmaqdan imtina eləmsən. O da götürüb dəvətnaməni Təşəkkür cırıb. edirəm mən dəvət üçün. Amma o mövzu ümumiyyətlə efirlərdə onunla bağlı mövzular olsun istəmirəm. Ümumiyyətlə bu söhbətlər yığışılsın. Nə mənə ondan sual verilməsin, nə də ona məndən verilməsin bu suallar. Dayansın, bəsdir. Yəni dəvət eləsə getməyəcəksən. Cəmaət bizdir. Dəvət eləsə getməyəcəksən. Yox, getməyəcəm, nə də o dəvət eləməyəcək məncə. Eləyib efirdə dəvət edib. Zahir Nəboğlu'nun verişində sənə dəvətnamə yazıb. Mən saxtakarlıq mənlik deyil də. Yalan gülmək, yalan eləmək. Mən ümumiyyətlə ad günlərinə getmirəm. Heç kimin ad gününə getmirəm. Nə Şəbnəm xanımın, nə bir başqa sənətçinin heç kimin ad gününə getmədiyimə görə məncə məndən incimək olmaz. Yox, amma adam efirdə səni dəvət elədi ad Təşəkkür gününə. edirəm dəvət üçün. Mənim o qədər Mən ürəkdən dəvət eləməyib hesab edirsən. çox yaxın dostlarım da var ki, dəvət edirlər, amma mən getmirəm ad günlərinə. Ümumiyyətlə getmirəm. Hər kəs bilir bunu. Hesab edirsən ki, ürəkdən dəvət eləməyib. Yox, elə düşünmürəm.